Ukrayna prezidenti Volodymyr Zelenski Türkiyəyə səfər edib. O, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb. Danışıqlar, görüş təxminən 3 saat davam edib. Hazırda İstanbulda olan Azərbaycanlı jurnalist, bizim əməkdaşımız Turan Ədalət bizimlə telefon bağlantısındadır. İndi ondan daha ətraflı öyrənəcəyik. Turan, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun Olivra xanım. Sizi və bütün tamaşaçılarımızı salamlayıram. Xoş gördük. Bugün əslində Putinlə Zelenski arasında danışıqlar nəzərdə tutulurdu və ümumiyyətlə təsdiq də yox idi ki, Vladimir Putin gələcəkmi Türkiyəyə? Gəlməmək necə təsir elədi oradakı ortama? Bəli, Olivra xanım, mən də bir media nümayəndəsi olaraq Türkiyədə bu tarixi görüşü, kritik görüşü çox diqqətlə izləyirəm. Hazırda ərazidə deyiləm, ancaq məndə kifayət qədər informasiyalar var. Mən indi onu sizin diqqətinizə çatdıracağım. Bəli, əslində Volodymyr Zelenskinin, Ukrayna prezidentinin danışıqlar üçün Vladimir Putinlə danışıqlar və Ukrayna-Rusiya münaqişəsinin sona çatması üçün bu hansı ki görüş baş tutmalıydı. Bu o qədər də uzun zamanın görüşü deyildi. Yəni bir neçə gün ərzində bu təsdiqlənmiş görüşdü ki, hansı ki bu Türkiyədə keçirilsin. Səhər saatlarından Ukrayna prezidenti Volodymyr Zelenski başda olmaqla Ukraynanın müdafiə naziri, milli təhlükəsizlik naziri, ondan sonra yəni ən yüksək səviyyəli Çinli məmurların iştirakı ilə onlar Ankaranın Esenboğa hava limanına endilər. Daha sonra Ankarada Beştepe'də demək prezident sarayında onların rəsmi qarşılama mərasimi oldu. Eyni səviyyədə də qarşılandılar. Demək, Türkiyənin MİT Başkanı İbrahim Kalın başda olmaqla, Müdafiə Naziri başda olmaqla qarşılama mərasimi keçirildi. Volodymyr Zelenski ilə Ərdoğanın demək 40 dəqiqəlik görüşü baş tutdu, ikili görüş tutdu. Onlar demək müəyyən məsələləri müzakirə elədilər və demək Vladimir Putin, Rusiya Federasiyasının prezidentinin gəlməsi müzakirə olundu və hal-hazırda görüş baş tutdu. Gəlməmək əslində gözləntilər var idi. Bu görüş hələ ki baş tutmayıb. Hazırda da Volodymyr Zelenski Ankaradadır və bir qrup nümayəndə heyəti, eyni zamanda da jurnalistlər. Dünyanın müxtəlif media qurumlarından Azərbaycan, Türkiyə və elə Rusiya və Ukraynanın da özündən daxil olmaqla hətta televiziyaların, media qurumlarının bir neçə qrupası gözləyirlər öz vəzifə borclarını yerinə getirmək üçün. Dolmabağça sarayında gözləmədədirlər səhər saatlarından. Hələ də heç bir nümayəndə heyəti orada iştirak eləmir. Volodymyr Zelenskinin bir saat bundan əvvəl mətbuata geniş bəyanatla çıxışları oldu. Jurnalistlərin çox saylı suallarını cavablandırdı. Sərt və ironik ifadələr istifadə elədi demək Putinə qarşı. O dedi ki, əslində deyir, onların göndərdiyi nümayəndə heyəti olduqca deyir, səviyyəsi çox aşağıdır, bizimlə balanslaşdırılmayıb. Ondan sonra dekorativ xarakter daşıyır, şou göstərisi adlandırdı o nümayəndə heyətinin iştirakını. Vladimir Putinlə də cavab gecikmədi, yazılı şəkildə yayıldı ondan ki, əslində deyir, biz çox yetəri qədər profesional olan nümayəndə heyətini ora göndərmişik və onlar çox sayğın və işinin profesionallarıdırlar. O isə demək, əslində Volodymyr Zelenskini təlxək, səriştəsiz və təhsili bəlli olmayan bir adam kimi xarakterizə etdi. Yəni qarşılıqlı belə ittihamlar davam edir. Ancaq jurnalistlər hələ də orada gözləməkdədir və məndə olan ən son informasiyaya görə 20-15 radələrində nümayəndə heyətləri görüşməlidir. Ancaq onu da deyim ki, hansı ki sadaladım ki, Rusiyanın Ukraynanın müdafiə naziri, milli təhlükəsizlik naziri və digər dövlət qurumlarının birbaşa başçıları iştirak eləyir. Hansı ki görüş gözləyirlər, amma Rusiya tərəfindən demək Vladimir Putinin köməkçiləri, müdafiə nazirinin və xarici işlər nazirinin müavini iştirak edir. Hətta Lavrovun belə ora qatılmadı və suallar oldu ki, nəyə görə ən azından Lavrov burada iştirak eləmir? Yəni bu da suallar arasındadır. Lavrov deyir ki, əslində Vladimir Putinin Türkiyəyə gələcəyi, yəni bu danışıqlarda iştirak eləyəcəyini biz əvvəlcədən söyləməmişdik. Yəni burada bir sual da meydana gəlir ki, bəs bu koordinasiyalı görüş deyilmi? Necə ola bilər ki, bu qədər nümayəndə heyəti gəlib və Türkiyə... Dolayısıyla amma açıq şəkildə gəlməyəcək də deyilməmişdi, düzdürmü? Yəni gəlməyəcək də deyilməmişdi və çox maraqlı nüans da ondan ibarətdir ki, Donald Trump'ın da burada adı kifayət qədər hallanır. O dedi ki, hal-hazırda Donald Trump Orta Şərqdə bir sıra rəsmi görüşlərdə iştirak eləyir. Vaxtım olarsa mən də iştirak eləyəcəm. Hələ belə bir ifadə də işlətdi ki, mən gəlmiş olarsam Vladimir Zelenski də o görüşdə iştirak edir. Yəni hal-hazırda belə xaotik
kaotik bir durumdur. Jurnalistlər də gözləmə mövqeyindədir. Dəqiq bir informasiya yoxdur. Mən də diqqətlə izləməyə çalışıram. Yəni əslində Türkiyə məsələn Zelenskiyə sual verdilər. O hətta belə bir cavab verdi və hal-hazırda dünya mediasının manşetlərində bu fikir belə deyim analiz olunur. Mən buradayam. Məncə bu çox açıqdır. Yəni görünür ki, artıq o danışıqlara kifayət qədər açıqdır, hazırdır. Amma yenə də suallara cavabda dedi ki, biz hər hansı bir Ukrayna ərazisini, yəni kompromisə getməyəcəyik. Ərazi bütövlüyümüz BMT, deməli BMT-nin Təhlükəsizlik Şurasının prinsipləri əsasında tanınarsa, biz danışıqlara gedəcəyik və əsas məqamlardan biri də burada birbaşa müharibənin bitəcəyi danışıqlarının da burada əsas müharibə bitsin danışıqları, dialoqlara davam etdirilmir. Sadəcə olaraq demək Volodimir Zelenski ateşkəsə nail olunmasını istəyir. Ən azından deyir 30 gün ateşkəsə nail olunsun ki, biz sonraki diplomatik müstəvidə danışıqları davam etdirək. Hal-hazırda yəni Türkiyədə vəziyyət bu cürdür. Biz də jurnalist olaraq gözləmə mövqeyindəyik. Təşəkkürlər Turan. Minnətdaram, təşəkkürlər. Belə çıxır ki, ritorika dəyişməyib, amma hər kəs gözləyirdi ki, bəlkə də İstanbuldakı bu görüşdə artıq ateşkəs əldə ediləcək və artıq ölkə Ukraynanın gələcək aqibəti bəlkə də müəyyənləşməyə başlayacaq.